məsafə 2000 kilometrdən çoxdur. Təyyarələr gəlib İraq üzərində yanacaq qəbul edirlər, döyüş sursatlarını istifadə edirlər. Mən videolardan başa düşdüm ki, İran hava hücumundan müdafiə sistemi çox böyük bir miqdarda sıradan çıxarılıb. Çünki artıq zenit toplarla müqavimət göstərmək istəyirdilər. Onların da imkanları ballistik qanadlı raketlərə və yaxud təyyarələrə çox məhduddur. İsrail xüsusi əməliyyatlarda həmişə üstün bir ağıl, üstün bir zəka, qeyri-adi düşünmə tərzi tətbiq edərək xüsusi əməliyyatlarda İsrail həmişə başarılı. Əməliyyata illər, ən azı bir il gedir. Yəni, keçən ildə düşünürəm ki, İsrail İranı vura bilər. Amma ki, belə bir əməliyyatların keçirilməsi bütün detalların düşünülməsi demək. Düşmənin müdafiə və təhlükəsizlik sistemində boşluqları tapıb ora vurursunuz. Yəni, əgər indi biz o düşüncə ilə düşürsən ki, Amerikada zəif ölkədir, gəlib şəhərin ortasında 2 dənə hündür binasını vurdular, dağıtdılar. Yox, hər bir ölkənin təhlükəsizlik və müdafiə sistemində boşluqlar var. Bu əməliyyatların tapşırıqların, hədəflərin bir də o idi ki, İranda xaos yaradılsın və qismən də yaradılıb. Biz görürük ki, İran necə cavab verir İsrailə, Tel-Əviv necə vurulur. İsrail buna hazır olmasaydı, onun itkiləri yüzlərdən artıq olardı. Mən düşünmürəm ki, İsrail hədəf axtararkən əmin olmadığı hədəfləri vurur. İsrailə mane olan məsafədir. Yəni 2000 kilometr dəf eləyən təyyarə, məhdud sayda döyüş sursatı gətirən təyyarə onu mülki obyektə vurmaz. Hərbdə bir qanun olaraq bir şeydir ki, savaş başlayan zaman hərbi aviasiya yerdəyişmələr eləyir. Öz daimi bazalarından tərk edirlər. Çox böyük ehtimal İran aviasiyası yerdəyişmə eləyib, təyyarələrin bir hissəsini gətirib mülki aeroporta yerləşdirib, bunu da İsrail ordusu vurub. Bu problem iki tərəfin ikisinə aiddir. Bunların sərhədləri yoxdur. Bunlar bir-birlərini ya raketlə vurmalıdırlar, ya da ki, təyyarə ilə 2000 kilometr dəf edib vurmalıdırlar. Siz 2000 kilometrdən təyyarəni gətirirsiniz ki, mülki aeroportu vurasınız. Halbuki düşmənin hava hücumundan müdafiə sistemləri var, düşmənin buraxıcı qüvvələri var. İsrail ordusu artıq havada üstünlüyü əldə edib və onların ən böyük dərdi o İsrailə atan ballistik raketlərin buraxıcı qurğularını tapıb vurmaq. Çünki İran durmadan orta mənzilli ballistik raketlərlə vurur.